Aleksey, çox sağ ol. Təşəkkürlər. Gözəl çıxışa görə də sənə təşəkkür edirəm. Hər kəsi salamlayıram. Hər vaxtınız xeyir olsun. Hörmətli bizi YouTube-dan və Zoom-dan canlı izləyənlər. Bu günlərim bizim regionumuzda e, Novruzun 3-cü çərşənbəsi, yel çərşənbəsi qeyd olunur. Fürsətdən istifadə edib bu münasibətlə də hər kəsi salamlayıram. E, Bol ruzi bərəkətli olsun. Və bu yer çərşənbəsi sizə yeni xoş xəbərlər gətirsin. Ee, Azərbaycanın paytaxtı Bakı şəhərindən hər kəsi salamlar. Fürsətdən istifadə edib bu gözəl tədbirə dəvət etdiyinə və elə bir maraqlı ideyanın təşəbbüskarı olduğuna görə Natalya xanım Şevellaya təşəkkürümü bildirirəm. Bugünkü mövzu inkruzis biznesinə kişi baxışı çox maraqlı və aktual mövzudur. Düşünürəm ki, xüsusilə komandalarında kişilərin aktiv rolunu artırmaq istəyən liderlər üçün bu efir çox faydalı olacaq. Fürsətdən istifadə edib bu canlı yayımı öz doğma ana dilimdə, Azərbaycan dilində aparılmasına şərait yaratdığına görə Natalya xanıma təşəkkürümü bildirirəm və bizim böyük bir komanda hal-hazırda məni izləyir. Onların hər birini salamlayıram. İlk növbədə istəyirəm bir özüm haqqında sizə qısa bir təqdimat verim. Özümü sizlərə təqdim edeyim. 34 yaşım var. İxtisasca hüquqşünasam, ailəliyəm, bir övladım var. 22 yaşından bu günə qədər öz ixtisasım üzrə fəaliyyət göstərirəm və hal-hazırda şirkətdə National Director rangındayam. Öz işimlə bağlı da daim insanlarla ünsiyyətdə olmuşam. Hərbiçi ailəsində doğulmuşam. Hərbiçi ailəsinin ənənəvi hansı dəyərlər üzərində formalaşdığını yəqin ki, bilirsiniz. Bu dəqiqlik, punktuallıq, nizam-intizam, məsuliyyət və disiplin bunlar bizim ailənin əsas dəyərləri olub ki, hansı ki, həm şəxsi həyatımda, həm hüquqşünas fəaliyyətimdə, həm inkruzisdəki biznes fəaliyyətimdə də həmin bu dəyərlər sözsüz ki, uğurun əsasını təşkil edib. 2022-ci ildə inkruzisə qoşulmuşam atamın dostu vasitəsilə. Bu arada elə fürsətdən istifadə edib onu da qeyd edeyim ki, atam hələ də e, klub üzvüdür və yeri gələndə insanlara bunu da misal olaraq qeyd edirəm ki, bu şirkətin iki tərəfi var. Həm turistik səyahət tərəfi, həm də biznes tərəfi. Kim özünü harda görürsə, orada da özünü sınayır. Yəni mütləq şəkildə sən biznesə keçməlisən. Çünki hər adam özündə bu gücü, bu liderlik, bu idarə etməni, bu potensialı özündə hiss eləmir. Düzdür, biz mentorlar çalışırıq insanlarda ki, bu gizli qalan potensialı üzə çıxardaq. Amma bu bəzən hər adamda özünü doğrultmur. Bunun müəyyən üzürlü və üzürsüz səbəbləri olur. Və mən də öz canlı valideyn misalımdan bunu deyim ki, mənim atam pandemiyadan da təxminən əvvəl bu kluba qoşulub, amma hələ də klub üzvü kimi öz fəaliyyətini davam elətdirir və bu səbəbdən mən atamın dostu vasitəsilə Inkruzis klubuna qoşuldum. Amma aktiv biznes fəaliyyətinə 23-cü ilin sentyabr ayında ilk kruiz səfərindən sonra başladım. Əslində bu elə də asan bir qərar deyil. 22-ci ilin avqustunda qoşulmaq və təxminən bir il, bir ay sonra aktiv bir biznes fəaliyyətinə keçid eləmək. İlk biznes fəaliyyətim başladı mənim ilk kruiz səfərimdən sonra və ilk kruiz səfərinə biz 2 ailə getmişdik. Mən, bizim ailə və həyat yoldaşımın valideynləri. Hansı ki, həyat yoldaşımın atası Vüqar Qasımov hal-hazırda senior marketing direktor rangındadır və regional direktorluğun demək olar ki, bir addımlığındadır. Yəqin ki, yaxın vaxtlarda biz onu qeyd eləyəcəyik birlikdə. Bəli, biz strateji yanaşırdıq bu ilk səfərə, çünki biz bu səfərə qədər heç bir biznes yanaşması, heç bir təbliğat aparmamışdıq. Bu vaxta qədər, çünki Azərbaycanda bu
səyahət növü, bu biznes yeni formalaşmağa başlayırdı. Biz bunu təqdim eləməyə materialımız olmalı idi. Siz təsəvvür eləyin ki, belə bir misal çəkə bilərəm ki, təsəvvür eləyin biz e, müğənnilik eləmək istəyirik və ilk klipimizi çıxardırıq, ilk musiqimizi. Biz musiqimizi materialımız olmalıdır. Bax o musiqi bizim ilk kruizimiz idi ki, biz kruzə gedib onu fanatlarımıza, insanlara təqdim eləməliydik. Belə bir strateji yanaşdıq və bilirdik ki, sözsüz ki, bu səfər ətrafımızda böyük maraq yaradacaq. Bunun da əminlik nədən idi? Çünki mən özüm artıq 22 yaşımdan hüquq sahəsində fəaliyyət göstərirəm. İş yoldaşlarım, universitet yoldaşlarım, əskərlik yoldaşlarım, məktəb yoldaşlarım, gənc dostlarım, ailələr, ə, həyat yoldaşımın bir aktiv geniş sosial çevrəsi var idi. Eyni zamanda ə, həyat yoldaşımın valideynləri cəmiyyət arasında kifayət qədər nüfuzlu şəxslər idi. Ə, həyat yoldaşımın anası Respublikanın 3-cü böyük şəhərində artıq 20 ildən artıq idi ki, deməli uşaq həkimi, pediatr kimi fəaliyyət göstərirdi. E, vaxtı ilə uşaqlarını müayinə elədiyi insanların indi uşaqlarını müayinə edir. Yəni ki, 3-cü böyük şəhərdə kifayət qədər nüfuzlu bir həkim kimi tanınırdı və mən bilirdim ki, bizim səfərimiz biz o səfəri düzgün idarə eləsək, gözəl effekt verəcək. Əlbəttə ki, burada texnologiya öz sözünü dedi. Biz WhatsApp-da aktiv foto və video paylaşımları ilə geniş kütlənin, geniş kontingentin biz diqqətini, marağını cəlb eləməyi bacardıq. Düzdür, ilk vaxtlar istər-istəməz həyat yoldaşımın valideynləri bəlkə bunu qaydaq sonra eləyək, bəlkə eləyərik, bəlkə düşünək və s. Amma mənim təkidimlə biz artıq bir il idi bunu gözləyirdik. Yüksək səviyyədə insanlara bunu təqdim eləməli idik ki, onlara bu səyahətin möhtəşəmliyini təqdim eləməli idik və onu elə təqdim eləməli idik ki, onlar baxanda deməlidir, bax bizim istədiyimiz tətil növü budur. Biz bunu eləməyi bacardıq. WhatsApp-da paylaşımlar davamlı oldu. İlk vaxtlar tərəddüd eləyən, deyək ki, həyat yoldaşımın valideynləri artıq növbəti limanlarda geri dönüşlərdən insanların, onları izləyənlərin xüsusi marağını nəzərə alıb artıq demək olar səyahət blogerliyi eləyirdi. Biz artıq bu limandayıq, biz artıq burdayıq. Bizə və böyük bir kütlə bizi izləyirdi. Gözəl müsbət geri dönüşlər gəlirdi. Yəni bir sözdən bu insanların bu marağını biz düzgün idarə eləmək lazım idi ki, bu geri dönüşləri, bu müsbət fikirləri biz düzgün şəkildə idarə eləməli idik. Çünki həddən artıq çox deməli kommentlər gəlirdi. Və elə kruiz müddətində də bu qərarı verdik ki, biz bir paylaşım eləməliyik və növbəti kruizin elanını verməliyik ki, biz növbəti kruiz planlaşdırırıq, hansı ki, söz yerinə çəkər. Mart ayında bizim ölkəmizdə Novruz bayramı qeyd olunur və məsəl üçün bir neçə gündən sonra 11 günlük qeyri-iş günü olacaq Azərbaycanda. Novruz bizdə elə qeyd olunur və 2023-cü ilin sentyabrında ilk kruizimizdə biz 24-cü ilin mart ayı üçün bir elan verdik ki, biz ikinci kruizi planlaşdırırıq. Kim real belə bir istəyi varsa, bizə dəqiq yazsın. Və biz Bakıya dönər-dönməz sentyabr ayının bitməsinə 3 gün, 4 gün qalmışdı. Həmin bu bizə yazan, qeydiyyatını apardığımız böyük bir kütlə ilə görüş keçirdik və həmin görüşdən həmin sonra mən ilk marketinq direktor rangını əldə elədim. Və siz təsəvvür eləyin ki, biz 2024-cü ilin mart ayı üçün o qədər kütləvi müraciətlər qəbul elədik ki, tək o görüşlə kifayətlənmədi. Növbəti həftə çünki insanlar bir-birlərinə xəbər verirdi. İnsanlar bir-birlərinə məlumatları çatdırırdı və biz bu müraciətlərdən belə bir qərara gəldik ki, artıq hər bazar günü görüşlər keçirdək. Çünki biz hər birimiz iş adamlarıyıq, həftə içi bizim görüşlərimiz alınmırdı. Ənənəvi və buradan bu
deməli hadisədən bizim ənənəvi bazar günü görüşlərimiz yarandı və bu bazar günü görüşləri klassik təqdimat formasında yox. Çünki insanlar həftə içi ağır iş rejimi, stres, gərginlik. Biz onu biraz daha əyləncəli bazar günü səhər yeməyi formatında keçirdik və artıq 3 ilə yaxındır ki, biz bu səhər yeməklərini təşkil edirik. Əvvəl Bakı şəhərində başlayan bu səhər yeməkləri indi siz təsəvvür edin Bakının bir neçə yerində, Bakıda eyni anda 2-3 yerdə və eyni zamanda Sumqayıtda bu səhər yeməkləri təşkil olunur və bu format o vaxtdan başlayaraq bu format hələ də davam eləməyə başladı və bu görüşlər sadəcə bir biznes görüşlərinə çevrilmədi. Dostluq mühiti, səmimi ünsiyyət, ailə atmosferi yaratdıq biz bu görüşlərdə. Hətta bizim bu görüşlərdə illər sonra sinif yoldaşları, dostlar təsadüfən tanış olurdu, bir-birlərini tapırdılar. Yəni belə bir formada biz görüşlərimizi davam elədik. Bizim hal-hazırda mövzumuzun adına uyğun olaraq onu diqqətinizə çatdırım ki, hazırda komandamızda 20 direktor var və o 20 direktorun 8-i kişidir. Onlardan bir mən national direktor, 3-ü senior marketing direktor və 4 marketing direktor. Və yaxın zamanda biz artıq bir senior marketing direktorumuzun regional direktor elanını sizlərdən bölüşəcəyik bu sevinci və ümumi komandamızda partnyorların, tərəfdaşların 40,5% kişilər, 59,5% isə xanımlardır. Yəni bu əslində regionumuz üçün çox yüksək göstəricidir kişilərin təmsil olunmağı baxımından. Yəni ümumi komandamızda bütün partnyorların 40,5% kişilərdir. Bu böyük rəqəmdir. Biz komandamızı qurarkən biz bir prinsipi seçdik. Komandamızın təməlini təhsilli, dünya görüşlü və cəmiyyət içində nüfuz qazanan insanlardan formalaşdırdıq. Yəni əsasən cəmiyyətin bir sözlə orta təbəqəsini. Çünki bu insanlar ildə bir dəfə onsuz da ailələri ilə tətil edirdilər. Biz sadəcə onların tətilə baxışını dəyişdik. Onlara biz çatdırdıq ki, siz indiyə qədər tətilə xərclədiyiniz məbləğdən daha az xərcləyərək daha keyfiyyətli tətil əldə edə bilərsiniz. Hissə ödəməklə, 2 qat bonus qazanaraq, minimum qiymət zəmanəti ilə və biz bunu təməl komandamızın təməli bu insanlardan təşkil olunduğuna görə belə də davam elədi. Çünki bu normaldır da hamı özünə uyğun insanları dəvət eləyir. Və mən şəxsən aktiv fəaliyyətə başlayanda bu işlə bizdə məşğul olan insanlar var idi Azərbaycanda. Amma hətta onların müəyyən rangı da var idi. Müəyyən bir yolda qət eləmişdilər. Çünki onlar pandemiyadan qabaq qoşulmuşdu. Mən 22-ci ildə qoşulub və 23-cü ildə aktiv fəaliyyətə başlamışdım. Amma mənim o qısa bir müddətlik, bax bu yanaşma ilə biz böyük bir hərəkat yarada bildik. 24-cü ilin Novruz bayramı, mart tətilində 30 nəfərlik qrup bizdə kruzə getdi. Həmin ilin dekabr ayında biz bu səyahət hərəkatını yaratdıq və indinin özündə də, yəni mən bizim beynəlxalq Türkiyədəki tədbirdə də çıxışımda qeyd elədim ki, komandaların ümumiyyətlə network marketinqin bir ana qaydası var. Bu bütün fərqi yoxdur. İstənilən komandada bu prinsiplər olmalıdır. Amma bir də var. Hər komandanın özünə məxsus dəstək xətti. Bax, bizim region fərqli regiondur. Bizim insanlar, bizim cəmiyyət, yəni bunların hamısını biz nəzərə alıb hərəkət edirik. Həm də biz nəzərə almalıyıq ki, bizim komandanın 99% ölkəmizdəki insanlardan ibarətdir. Düzdür, Incrusis möhtəşəm bir biznes növüdür ki, bizi beynəlxalq arenaya çıxmağa şərait yaradır, amma hələ ki biz bu fürsətdən o qədər də yaxşı yararlana bilmirik. 99% komandamız Azərbaycandan ibarətdir. Ona görə bu bizə daha diqqətli olmağa, komandaya qarşı daha həssaslı yanaşmağa, insanlarla işləməyə daha ciddi olmağa vadar eləyir. Bizim məqsədimiz ölkəmizdə elit bir səyahət klubu səviyyəsinə çatdırmaq idi ki, Incrusisi və buna da nail olduq. Bu gün komandamızda siz təsəvvür edin millət vəkilləri, nazir müavinləri, ictimai xadimlər, iş adamları təmsil olunur. Düzdür, bunlar biznes tərəfinə yox, səyahət tərəfinə qoşulublar. Amma bir reallıq var, bunu siz də bilirsiniz ki, bəzən
şirkət ödənişləri sığortalayır, misal üçün. O sözü deməkdən daha təsirli bu olur ki, filan kəs də klubun üzvüdür. Bu insanlarda etibar yaradır, inam yaradır. Etibar da bilirsiniz də network marketing biznesinin əsas kapitalıdır. Incruzis elə bir biznesdir ki, Incruzis məhsulu ideal analoq olmayan məhsuldur. Yəni bu məhsulu təqdim edən bizlər peşəkar olduğumuz təqdirdə peşəkar olduğumuz təqdirdə qarşı tərəfin bundan imtina etməsi üçün heç bir səbəb yoxdur. Məhsul möhtəşəm və deməli, qarşı tərəfdə bunu təqdim edən insan da möhtəşəm olandan sonra demək olar ki, bütün təkliflər öz nəticəsini verir. Yəni inklüziv partnyoru biraz psixoloq olmalıdır, natiq olmalıdır, marketinqi, satışı bilməlidir, insanları anlamağı bacarmalıdır, onlardan ünsiyyət qurmağı bacarmalıdır, şirkət qaydalarını mükəmməl bilməlidir, bildiyini öyrətməlidir. Yəni bir lider, idarə edici funksiyada olmalıdır. Və ona görə insanlara deyirəm partnyorluğa keçid eləyəndə tək onların arzu xəyalları qədər də digər məsuliyyət rol oynamalıdır. Bu bir tərəfli ola bilməz. Komandamızda düzgün ünsiyyət var, qarşılıqlı hörmət var, kommunikasiya düzgün qurulub. Yəni bir komandanı bir ailə mühitində formalaşdırmışıq. Çünki bilirsiniz, insanlar bu reallıqdır. Networkdə şirkətə görə qoşulmur. İnsanlar insanlara görə qoşulur. Onları dəvət edənin kimliyindən, ciddiliyindən, onun cəmiyyətdə necə tanınmağından asılıdır ki, ciddi insan ciddi bir şey təklif edir. Ümumi bir yekunlaşdırsaq bizim komanda güclü komanda, yəni uğurumuzun əsas sirri güclü komanda, düzgün kommunikasiya, səmimi dostluq mühiti, real məhsul və disiplin. Yəni biz burada sadəcə bir biznes qurmuruq, insanları bir araya gətirən bir icma qururuq, bir topluluq qururuq və bir də bu məqamı xüsusi mən qeyd etməliyəm. Biz əsas məhsula köklənirik. Biznesi hər adama demirik. Biznesi deməyə tələsmirik. Çünki biznes deyəndə məhsul qalır kənarda. İnsanlar məhsulu, yəni çünki bilirsiniz, o şirkətlərdə ki, biz məhsulu yox, sistemi tərifləyirik. Gəl burada qazanc, gəl burada filan şey. Onda onun bizim digər deyək ki, şəbəkə bizneslərinə fərqimiz olmalı. Bizim şəbəkə biznesini, mənim özümün də bura gəlməyimə dəstək olan bax bunun möhtəşəm məhsuludur. Biz bu məhsulu insanlara ilk növbədə təqdim eləməliyik. Onsuz da bizim cəmiyyətimizdə, ətrafımızda hüquq vəkili də seçəndə biz kimisə tövsiyəsi ilə seçirik. Deyək ki, yaxşı həkimi də məsləhət görürük, yaxşı dərzini də məsləhət görürük, yaxşı bərbəri də, yəni hər şeyin yaxşılarını biz zaten məsləhət görürük. Burada isə yaxşı səyahəti, yaxşı tətilin növünü biz ətrafımızdakı insanlara məsləhət görməliyik.